Salam aleykum. 95-ci ilin teşkasıdır. Deməli, maşının problemi nə idi? Səhər-səhər xodlanmırdı. Yəni necə xodlanırdı? 4-5 dəfə qanət eləyəndən sonra götürürdü. Maşında boğulma var idi. Tok sistemində problem var idi. Tok sistemini sökmüşük gördüyünüz kimi. Bir dənə usta yaxından çək zəhmət olmasa. Tok sistemini sökmüşük. Benzin nasosdur, benzin filtridir, farsonkalardır, sveçalardır. Yəni hamısı çıxarılıb, yenisi ilə əvəz olunacaq. Farsonkalar stentə qoyulur. Həmçinin məlumat üçün bunu da deyim ki, bizdə yüksək təzyiqli farsonkalar da, yəni yumaq üçün aparat var. Hə. Təzə maşınlara, köhnə maşınlara fərq eləmir. Bütün maşınlara baxırıq. Gəl bura usta. Burada da belə bir maşınımız var. Peugeot 406 kupe modelidir. 3 ildir maşın xoda düşmürdü də, yəni yatmışdı. Bu maşın haqqında səhifədə məlumat var. Uzunçuluq eləmək istəmirəm. Bunun da işini görürük. Hal-hazırda davam edir. Bir dənə göstər obyektin yerini qoy. Yaxınlıqda qalan qardaşlarımız obyektin yerini görsünlər. Deməli, yerimiz Binəqədidə yerləşir. Gülüstan küçəsində. Gənclər şəhərciyinin yaxınlığındadır. Gördüyünüz kimi.